Salam. Bugün 17 yanvar bürclərin gündəlik proqnozunu edirəm. Kanala abunə olun və like edin videonu. Sonraki videolardan xəbərdar olasınız. Bugün pul, sevgi, xoşbəxtlik və uğur sizlə olacaq. Qoç. 17 yanvar sizin üçün hərəkətli və enerjili başlayacaq. Günün ilk yarısında iş və ya şəxsi planlarla bağlı ani dəyişikliklər ola bilər. Bu dəyişikliklər sizi qorxutmasın, çünki uzun müddətli fayda gətirə bilər. Maddi məsələlərdə riskli qərarlardan uzaq durmaq tövsiyə olunur. Ətrafınızdakı insanlarla ünsiyyətdə tələskən davranmaq mübahisələrə səbəb ola bilər. Ailə üzvlərindən biri ilə vacib bir mövzu gündəmə gələ bilər. Sevgidə isə emosiyalarınız güclənəcək. Qarşı tərəfdən anlayış gözləyirsinizsə, əvvəlcə özünüz anlayışlı olun. Gün ərzində fiziki enerjiniz yüksək olacaq. Axşam saatlarında bir qədər yorğunluq hiss edə bilərsiniz. Dincəlmək və zehni rahatlamaq sizə yaxşı təsir edəcək. Buğa. Bugün sizin üçün səbir və təmkin ön plandadır. İş həyatında gözlənilən nəticələr biraz gecikə bilər, amma bu sizi ruhdan salmasın. Maddi məsələlərdə daha planlı davranmaq ehtiyacı yaranacaq. Gözlənilməz xərclər gündəmə gələ bilər. Ailə içində köhnə mövzular yenidən açılıb müzakirə edilə bilər. Sakit qalmaq və emosiyalarınızı idarə etmək vacibdir. Sevgidə güvən və səmimiyyət mövzuları ön plana çıxacaq. Qarşı tərəfin davranışlarını daha dərindən analiz edə bilərsiniz. Gün ərzində daxili rahatlıq axtarışında olacaqsınız. Sağlamlığınıza diqqət yetirmək lazımdır. Axşam saatları sakit və dinc keçəcək. Əkizlər. 17 yanvar ünsiyyət və məlumat axınının çox olduğu bir gün olacaq. Yeni xəbərlər və maraqlı məlumatlar ala bilərsiniz. İş və təhsil sahəsində aldığınız xəbərlər gələcək planlarınıza təsir edəcək. Qərar verərkən tələsməmək vacibdir. Maddi məsələlərdə diqqətsizlik itkilərə səbəb ola bilər. Dost çevrənizlə əlaqələriniz güclənəcək. Ailə üzvlərindən biri sizdən dəstək istəyə bilər. Sevgidə isə qarışıq emosiyalar yaşaya bilərsiniz. Açıq danışmaq problemlərin qarşısını alacaq. Gün ərzində diqqət dağınıqlığı ola bilər. Axşam saatları daha rahat və balanslı keçəcək. Xərçəng. Bugün emosional həssaslığınız artacaq. Keçmiş xatirələr tez-tez ağlınıza gələ bilər. İş həyatında səbr tələb edən situasiyalar yaranacaq. Tələsik qərarlar verməkdən çəkinin. Maddi məsələlərdə risk etməmək daha doğru olar. Ailə və ev mövzuları günün əsas hissəsini təşkil edəcək. Yaxınlarınızla səmimi söhbətlər sizə rahatlıq verəcək. Sevgidə isə anlayış və şəfqət ön plandadır. Qarşı tərəfin duyğularını daha yaxşı başa düşəcəksiniz. Gün ərzində özünüzə vaxt ayırmaq vacibdir. Axşam saatları ruhən rahatlama gətirəcək. Şir. 17 yanvar sizin üçün diqqət mərkəzində olacağınız bir gündür. İş həyatında liderlik qabiliyyətiniz ön plana çıxacaq. Ətrafınızdakı insanlar sizdən ilham ala bilər. Maddi məsələlərdə yeni imkanlar yarana bilər. Ancaq təkəbbürlü davranışlardan uzaq durmaq vacibdir. Ailə içində sözlərinizə diqqət edin. Sevgidə romantik və ehtiraslı anlar yaşana bilər. Qarşı tərəfdən gözlədiyiniz diqqəti ala bilərsiniz. Gün ərzində enerjiniz yüksək olacaq. Fiziki fəaliyyət sizə yaxşı təsir edəcək. Axşam saatlarında xoş bir xəbər mümkündür. Qız. Bugün detallara fokuslanmaq sizin üçün çox vacib olacaq. İş həyatında diqqətiniz sayəsində səhvlərin qarşısını ala bilərsiniz. Yeni məsuliyyətlər üzərinizə düşə bilər. Maddi məsələlərdə qənaətçil davranmaq tövsiyə olunur. Ailə üzvlərindən biri ilə ciddi bir mövzu müzakirə edilə bilər. Sakit və məntiqli yanaşma problemi həll edəcək. Sevgidə isə hisslərinizi ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Açıq olmaq münasibəti gücləndirəcək. Sağlamlıq mövzularına diqqət edin. Gün ərzində yorğunluq hiss oluna bilər. Axşam saatları dincəlmək üçün uyğundur. Tərəzi.
17 yanvar balans və harmoniya axtarışı ilə keçəcək. İş və şəxsi həyat arasında seçim etməli ola bilərsiniz. Ətrafınızdakı insanlar sizə güvənəcək. Maddi məsələlərdə orta yolu tutmaq daha doğru olar. Ailə münasibətlərində sülh və anlayış ön plandadır. Sevgidə romantik anlar yaşana bilər. Qarşı tərəflə açıq ünsiyyət vacib olacaq. Gün ərzində daxili narahatlıq hiss edə bilərsiniz. Bu narahatlıq qərarsızlıqdan qaynaqlanır. Özünüzə güvənin. Axşam saatları rahatlıq gətirəcək. Əqrəb. Bugün dərin düşüncələr və gizli planlar gündəmdə olacaq. İş həyatında strateji qərarlar vermək üçün uyğun gündür. Maddi mövzularda ehtiyatlı davranmaq lazımdır. Hər kəsə güvənməmək tövsiyə olunur. Keçmişlə bağlı bir mövzu yenidən qarşınıza çıxa bilər. Ailə içində səbrli olmaq vacibdir. Sevgidə ehtiras və qısqanclıq arta bilər. Emosiyalarınızı nəzarətdə saxlamaq münasibəti qoruyacaq. Gün ərzində tək qalmaq istəyə bilərsiniz. Bu sizə yaxşı təsir edəcək. Axşam saatları daxili rahatlıq gətirəcək. Ox atan. 17 yanvar yenilik və hərəkət enerjisi gətirir. İş həyatında yeni fürsətlər ortaya çıxa bilər. Maddi baxımdan şanslı təsirlər var, ancaq xərclərə diqqət etmək vacibdir. Səyahət və ya planlarla bağlı xoş xəbər ala bilərsiniz. Dostlarla ünsiyyətiniz artacaq. Ailə içində müsbət atmosfer yaranacaq. Sevgidə səmimi və açıq söhbətlər ön plandadır. Qarşı tərəflə anlaşma güclənəcək. Gün ərzində motivasiyanız yüksək olacaq. Axşam saatları sosial fəaliyyətlər üçün uyğundur. Oğlaq. Bugün məsuliyyətləriniz artacaq. İş həyatında ciddi qərarlar verməli ola bilərsiniz. Səbrli və planlı davranış sizi uğura aparacaq. Maddi məsələlərdə uzun müddətli düşünmək vacibdir. Ailə üzvləri ilə münasibətlərdə sabitlik hiss olunacaq. Sevgidə ciddi mövzular müzakirə edilə bilər. Duyğularınızı ifadə etməkdən çəkinməyin. Gün ərzində yorğunluq hiss oluna bilər. Özünüzə çox yük yükləməyin. Sağlamlığınıza diqqət edin. Axşam saatları sakit keçəcək. Dolça. 17 yanvar fərqli düşüncələrinizlə seçiləcəyiniz bir gündür. İş həyatında yaradıcı ideyalarınız dəyərləndirilə bilər. Maddi mövzularda ani qərarlardan uzaq durmaq lazımdır. Dost çevrənizlə maraqlı söhbətlər olacaq. Ailə üzvləri sizi daha yaxşı anlamağa çalışacaq. Sevgidə azadlıq ehtiyacı güclənəcək. Qarşı tərəfə öz sahənizi qorumaq istədiyinizi anlatmaq vacibdir. Gün ərzində ruh halınız dəyişkən ola bilər. Bu, qərarsızlığa səbəb ola bilər. Özünüzə zaman tanıyın. Axşam saatları planlama üçün uyğundur. Balıqlar. Bugün intuisiya və hissləriniz çox güclü olacaq. İş həyatında daxili səsiniz sizi doğru yönləndirəcək. Maddi məsələlərdə diqqətli davranmaq lazımdır. Keçmişdən gələn bir insan yenidən həyatınıza daxil ola bilər. Ailə münasibətlərində şəfqət və anlayış ön plandadır. Sevgidə romantik və duyğusal anlar yaşanacaq. Qarşı tərəfin ehtiyaclarını daha yaxşı anlayacaqsınız. Gün ərzində emosional dalğalanmalar ola bilər. Özünüzü yormamağa çalışın. Dincəlmək sizə yaxşı təsir edəcək. Axşam saatları ruhən rahatlama gətirəcək.